İnsan həyatda tutduğu mövqeyə görə birinci müəlliminə, sonra ata-anasına minnətdar olmalıdır. Makedoniyalı İskəndərin gözəl bir sözü var. Deyir ki, valideynlərim məni göydən yerə endirdilər. Ancaq müəllimlərim məni yerdən göyə qaldırdılar. Bilirsinizmi, insan üç varlığın qarşısında baş əyməlidir. Allahın, valideynlərinin və müəlliminin. Çünki bunlar üçü də müqəddəs varlıqlardır. Müəllim haqqında bizim müdrik şəxsiyyətlərimiz həmişə gözəl fikirlər söyləyiblər. Onun bir nümunəsi olaraq hörmətli akademikimiz mərhum Azad Mirzəzanzadə deyirdi ki, müəllim xeyirxah peşəkardır. Seyyid Əzim Şirvani deyirdi ki, hər kəsi elm ilə müəllim edə təlim, hər zaman lazımdır ona edəsən təzim. Hüseynqulu Ərəblinski isə deyirdi ki, müəlliminin yaşayış tərzini, geyimini pis vəziyyətdə görən şagird ondan heç nə öyrənə bilməz. Mustafa Kemal Atatürk deyirdi ki, müəllim şama bənzəyir. Özü yanıb tükəndikcə ətrafını işıqlandırır. Ümummilli liderimiz Heydər Əliyev isə deyirdi ki, mən dünyada müəllim adından yüksək ad, şərəfli ad tanımıram. Meyvələri şagird olan, ad olan, gül çiçəkli, barlı bağdı müəllim. Yetirdiyi məhsul ilə hər zaman el içində üzü ağdı müəllim. Nadanlığı ləğv eyləyib bacalıb, şagirdləri ucaldıqca ucalıb. Deməyin ki, saç ağardıb, qocalıb, başı qarlı, uca dağdı müəllim. Qələm səri, ürəyini aç ona, o hamıya həm atadır, həm ana. Diyar-diyar şaxələnib hər yana, qol budaqlı, qızıl tağdı müəllim. Əziz müəllimim, İnaməddin müəllim, bugün təqvimdəki bir tarixi gün deyil, bir ömrün şərəfli mərhələsini, sizin 75 illik yubileyinizi qeyd edirik. Sizin fədakarlığınız, səbriniz və biliyiniz mənim üçün və yüzlərlə mənim kimi şagirdləriniz üçün hər zaman örnək olub. Siz bizə yalnız fənni deyil, həm də dürüstlüyü, vətənpərvərliyi, insanlığı öyrətdiniz. Həyatda tutduğum mövqeyə görə, cəmiyyətdə qazandığım hörmətə görə, İnaməddin müəllim, məhz sizin kimi dəyərli müəllimlərimizə borçluyuq. Bizə qazandırdığınız hər bir dəyər üçün sizə minnətdarıq. Sizi bu möhtəşəm yubileyiniz münasibəti ilə təbrik edirəm və işıqlı günlər arzulayıram. Sizin böyüklüyünüz qarşısında baş əyirəm. 100 yaşayın, sağlam yaşayın mənim əziz
müəllimim.